Bugünkü mövzumuz Azərbaycan Ərəb xilafətinin tərkibində. Biz bilirik ki, Ərəb xilafəti 630-cu ildə yaranıb, 1258-ci ildə süqut edib. Ərəb xilafətinin hakimiyyət dövrü 3 hissəyə bölünür. Xəlifələrin dövrü, Əməvilərin dövrü, Abbasilərin dövrü. 630-632 Peyğəmbərimizin dövrüdür. 632-dən 661-ə qədər ilk xəlifələr, 661-750 Əməvilər, 750-dən 1258-ci ilə qədər isə Abbasilər sonrası hakimiyyətdə olmuşdu. Ərəblər hələ ilk xəlifələrin dövründə İslam dinini yaymaq adı altında kafirləri gerçək düzgün yola gətirmək adı ilə işğallara başlamışdılar. Hələ xəlifə Əbu Bəkirin dövründə 633-cü ildə ərəblər ilk öncə İraq və Şam şəhərlərini tutur və Sasani imperiyasına hücum edirlər. Deməli, ərəblər Əbu Bəkirin dövründə 633-cü ildə İraq və Şam şəhərlərini tutur, Sasani imperiyası üzərinə hücum etmişlər. Biz bilirik ki, o dövrdə Azərbaycanda Albaniya dövləti mövcud idi. Albaniyada isə Mehranilər sülaləsi idi hakimiyyətdə. Hansı ki, Mehranilər sülaləsinin əsasını Mehran qoymuşdu. Mehranda Girdiman vilayətində gəlib hakimiyyət qurmuşdu özünə. Bu dövrdə də Albaniya Mehranlərin hakimiyyəti altındaydı. Yəni Mehranilər sülaləsi idi hakimiyyətdə. Albaniya hökmdarı isə Varaz Qriqordur. Və Albaniya Sasani imperiyasının asıllığındaydı. Deməli, 633-cü ildə ərəblər hücum edir. İraq-Şam şəhərlərini tutub Sasani imperiyasına hücum edirlər. Bu dövrdə Azərbaycanda Alban hökmdarı Varaz Qriqor idi. Varaz Qriqor isə Sasani hökmdarı 3-cü Yezdəgirdin asıllığındaydı. 7-ci əsrin 30-cu illərində ərəblərlə Sasanilər arasında iki böyük döyüş baş verir. 636-cı ildə Kadisiyə döyüşü, 637-ci ildə Ktesiyon döyüşü. Kadisiyə döyüşündə Varaz Qriqor oğlu Cavanşiri Sasanilərə sərkərdə kimi köməyə göndərmişdi. O dövrdə də sonuncu Sasani şahı 3-cü Yezdəgird Cavanşirə göstərdiyi qəhrəmanlığa görə qızıl silah və qızıl kəmər bağışlamışdı. Deməli, 636-cı ildə Kadisiyə döyüşündə Cavanşir sərkərdə kimi kömək getmişdi 3-cü Yezdəgirdə. 3-cü Yezdəgird isə onun qarşılığında ona qızıl silahla mükafatlandırmışdı. Diqqət olaq, qızıl silah. 637-ci ildə Ktesiyonun, yəni Sasanilərin paytaxtı Mədainin mühasirəsi zamanı Cavanşir geri qayıdır. O başa düşür ki, mübarizə mənasızdır. Bundan sonra ərəblər 639-cu ildə Qəzvini tuturlar və Cənubi Azərbaycan digər bölgələrində işğallarına başlayırlar. 639-cu ildə Qəzvin tutulur, Cənubi Azərbaycanın digər bölgələrində işğallarına başlayırlar. 642-ci ildə Nahəvənd və Həmədan döyüşləri baş verir. 642-ci ildə Nahəvənd və Həmədan döyüşləri baş verir. Bu döyüşlərdən sonra xilafət ordusunun Azərbaycana hücum imkanları daha da genişlənir. Deməli, 36 Kadisiyə, 37 Ktesiyon döyüşü, hər iki döyüşdə ərəblər qalib gəlir. Kadisiyə döyüşündə Cavanşirə 3-cü Yezdəgird qızıl silah, qızıl kəmər bağışlamışdı. 637 Ktesiyon döyüşündə Cavanşir mübarizənin mənasız olduğunu görüb geri qayıtmışdı. Ərəblər 639-cu ildə Qəzvini tutub Azərbaycanın işğalına başlamışdılar. 642-ci ildə Nahəvənd və Həmədan döyüşlərindən sonra xilafət ordusunun Azərbaycana yürüşləri daha da genişlənmişdi. Daha sonra 643-cü ildə ərəb qoşunları Azərbaycana daxil oldular. Ərdəbil yaxınlığında, diqqət olaq, Ərdəbil yaxınlığında Cərmidan dağı yanında döyüşdə ərəblər Azərbaycan mərzibanı İsfəndiyarın başçılıq etdiyi qüvvələrə qalib gəldilər. Onların daha bir qələbəsindən sonra İsfəndiyar sülh müqaviləsi bağladı və bu müqaviləyə görə Azərbaycan əhalisi imkan daxilində cizyə verməli idi. Deməli, 643-cü ildə Cərmidan dağı yaxınlığında döyüşdə ərəblər Azərbaycanın cənubunun mərzibanı İsfəndiyarı məğlub edirlər və 643-cü ildə İsfəndiyarla sülh müqaviləsi imzalayırlar. 43-cü ildə məğlub edirlər. Cərmidan dağı döyüşündən sonra ərəblər daha bir qələbədən sonra, yəni 43-cü Cərmidan döyüşündən sonra daha bir qələbədən sonra ərəblər İsfəndiyarla Ərdəbildə
Ərdəbil müqaviləsini imzalayırlar. Müqavilənin şərtlərinə görə Cənubi Azərbaycanın əhalisi xilafətə tabe edilir, yerli əhali üzərinə vergi qoyuldu. Deməli, əhali üzərinə vergi qoyulur, can vergisi cizyə. Amma qadınlar idi, uşaqlar idi, zahidlər idi, can vergisindən azad olunmuşdular. Qadınlar, uşaqlar, zahidlər can vergisindən azad olmuşdular. Ərəblər əhalinin əmlakına, dini icmalarına, qanunlarına toxunmamağı öz öhdəliyinə götürmüşdülər. Lakin ərəblər Ərdəbil tərk etdikdən sonra əhali üsyan qaldırır deyə 644-45-ci illərdə Xəlifə Osmanın Azərbaycana göndərdiyi qoşunlar üsyanı yatırdı və köhnə müqaviləni bərpa etdi. Və beləliklə ərəblərin Azərbaycana ilk yürüşlərindən sonra Azərbaycanın cənubu xilafətə tabe oldu. Deməli, 636 Kadisiyə döyüşü, 637 Ktesviyon döyüşü, hər iki döyüşdə ərəblər Sasanləri məğlub elədi. Bu dövrdə Sasani hökmdarı 3-cü Yezdəgerd idi. Ərəblərin Cənubi Azərbaycana yürüşlərində 639 Qəzvini tutub yürüşə başlayırlar Azərbaycanın işğalına. 42-ci ildə Nahəvənd Həmədan döyüşlərində Xəzər sahili bölgələrə hücum imkanı genişlənir. 43-cü ildə Cərmidan dağı yaxınlığında döyüşdə ərəblər İsfəndiyarı məğlub edir və daha bir qələbədən sonra İsfəndiyarla sülh müqaviləsi imzalayırlar. Əhali can vergisi verməlidir, uşaqlar, qadınlar, qocalar can vergisindən azad idi. Ərəblər də əhalinin əmlakına, dininə, icmalarına, qanunlarına qarışmırlar. Buna baxmayaraq, ərəblər geri qayıtdıqdan sonra əhali üsyan qaldırır deyə Xəlifə Osmanın dövründə, diqqət olaq, əvvəlcə yürüşə başlayanda Xəlifə Əbu Bəkir idi. Yenidən hücum edəndə, yəni 44-45-ci ildə müqaviləni təzələyəndə Xəlifə artıq Osman idi. Xəlifə Osmanın dövründə yenidən müqavilə imzalayırlar. Xəritə üzərində baxsaq, biz Albaniyanın qədim dövründə keçmişdik ki, Albaniyada var idi Kürün sağ sahili vilayətləri, sol sahili vilayətləri. Sol sahili vilayətlərində deyildi ki, Qəbələ, Şəki, Kambisena, Lipina, Çola. Baxın, Qəbələ, Şəki, Kambisena İberlə sərhəddə buranı keçmişik. Çola da Dərbənd ərazisidir. Qəbələ, Şəki, Kambisena, Lipina, Çola. Sağ sahili vilayətləri isə Uti, Şakaşen, Girdiman, Kol. Bunlar Kür-Araz çayları arasındakı ərazilərdir. Yəni, xəritə üzərində Uti, Şakaşen, Girdiman, Kol və yaxud Paytakaran, Sünük bu ərazilər düşsə, biləcəyik ki, Kür-Araz çayları arasındakı əraziləri bizdən istəyir. Ərəblər Cərmidan döyüşündən sonra Azərbaycana yollar açılır. 43-cü il Cərmidan döyüşündən sonra ərəblərin Azərbaycanın şimalına, yəni Albaniyaya yolları açılır. Bundan sonra ərəb ordusu Muğana, Şirvana, Dərbəndə yürüşə başlayır. Ərəblərə Muğanda güclü müqavimət göstərirlər. Buna baxmayaraq 644-cü ildə Muğan əhalisi müqavilə imzalayır və ərəblərin hakimiyyətini qəbul edir. 644-cü ildə Muğan əhalisi müqaviləni imzalayır, ərəblərin hakimiyyətini qəbul edir. 644-cü ildə. 7-ci sinifdə yazır ki, 3 il mübarizəni davam etdirir. 10-cu sinifdə yazır ki, 644-cü ildə ərəblərin hakimiyyətini qəbul edirlər. Bundan sonra ərəblər Azərbaycanın işğalını tam başa çatdırmasalar da Dərbənddən şimala yürüş edirlər. 644-cü illərdə deməli ərəblər Azərbaycan işğalını tam başa çatdırmasalar da Dərbənd adlandırdıqları Bab-ül-Əvvabı, yəni Bab-ül-Əvvab adlandırdıqları Dərbəndi tutmağa çalışırlar. 643-cü ildə ərəblərin Dərbənddən şimala ilk hücumları uğursuz oldu. 1-ci Bələncər döyüşündə ərəblər Xəzərlərə məğlub oldular və geri qayıtdılar. Geri qayıdarkən Sasanilərin şimal sərhədlərinin mərzibanı Dərbənd və Şirvan hakimi Şəhriyarla sülh müqaviləsi imzalayırlar. Deməli, 643-cü ildə ərəblər Azərbaycanın tam işğalını başa çatdırmasalar da Dərbənddən şimala hücum edirlər. 1-ci Bələncər döyüşündə Xəzərlərə məğlub olub geri qayıdırlar və Dərbənd və Şirvan hakimi Şəhriyar ilə sülh müqaviləsi imzalayırlar. Bu müqavilənin şərtinə görə yenə də yerli əhali ərəblərə tabe olmalı və vergi ödəməli idi. Lakin xəlifənin göstərişi ilə Dərbənd əhalisi vergidən azad edildi. Yəni,
Onlar bunun qarşılığında xilafət ordusunda xidmət etməli, bütpərəstlərə və xilafətin düşmənlərinə qarşı mübarizədə iştirak etməli idilər. Ərəblər daha sonra Dərbənddən şimala Xəzər xaqanlığının paytaxtına da yeni yürüşə başladılar və 653-cü ildə 2-ci Bələncər döyüşündə yenə də ərəblər Xəzərlərə məğlub oldular. 643-cü il 1-ci Bələncər, 653-cü il 2-ci Bələncər döyüşündə hər iki döyüşdə ərəblər Xəzərlərə məğlub oldular. 644-cü ildə isə ərəblər həm də Tiflisi tutmuşdu. 644-də həm Muğan müqaviləsini imzalayırlar, həm də 644-cü ildə Tiflisi tutmuşdular. İndi baxaq Cavanşirin hakimiyyəti dövrünə. Cavanşir, bilirik ki, Mehranlilərin hökmdar olan Cavanşir 642-ci ildən 681-ci ilə qədər hakimiyyətdə olmuşdu. Mehranlilərin ən görkəmli nümayəndəsi, bacarıqlı dövlət xadimi, tədbirli sərkərdə Cavanşir idi. Cavanşir həm də ölkədə dinc quruculuq işləri həyata keçirmiş, ölkənin daxili sabitliyini təmin etməklə yanaşı, həm də uğurlu xarici siyasət həyata keçirmişdi. Cavanşir Mehranlilərin ikinci hökmdarı idi. Mehranlilərin birinci hökmdarı Varaz Qirqor 630-642-ci illərdə hakimiyyətdə olmuşdu. Sonradan Varaz Qirqor ölkənin təhlükəsini təmin etmək üçün 642-ci ildə Cavanşiri hakimiyyətə gətirmişdi. 642-dən 681-ci ilə qədər Cavanşir olmuşdu hakimiyyətdə. Cavanşirin hakimiyyəti dövrü. İndi baxaq Cavanşirə aid olan Buxsura. Cavanşir ölkədə abadlıq quruculuq işləri aparır. İlk vaxtlar Cavanşirin dövründə sərhədlər Araz çayına qədər ərazilərdə hökmranlıq etmişdi. Cavanşir hakimiyyətə gələn kimi ilk işi Albaniyaya hücum edən Sasani feodallarını ölkədən qovmaq idi. Deməli, Cavanşirin hakimiyyətə gələn kimi ilk işi ölkəyə hücum edən Sasani feodallarını Azərbaycandan qovmaq idi. Cavanşirə aid olan Buxsur hal-hazırda Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır. Cavanşirə aid olan Buxsur hal-hazırda Ermitaj muzeyində saxlanılır. Ərəblər 651-ci ildə Sasanilər dövlətinin varlığına son qoyduqdan sonra Cavanşir xarici siyasəti dəyişiklik edir, ərəblərə qarşı Bizans ilə yaxınlaşır. Deməli, Cavanşir 651-ci ildə ərəblər Sasanlərin varlığına son qoyduqdan sonra ərəblərə qarşı Bizans ilə yaxınlaşır və 654-cü ildə Bizans imperatoru 2-ci Konstantin ilə görüşür. Onlar bu görüşdə ərəblərə qarşı birlikdə müqavimət göstərmək haqqında ittifaq yaratdılar. Hətta 2-ci Konstantin Cavanşirə padşahlıq xələti və İsa'nın həyat verici xaçının bir parçasını bağışladı. Lakin Bizans verdiyi öhdəliyə əməl eləmədi. Cavanşirin dövründə Azərbaycan şimaldan Xəzərlərin hücumuna məruz qaldı. Cavanşir 662-ci ildə Kür çay sahilində döyüşdə Xəzərləri məğlub etdi və bu zaman Cavanşir Xəzərlərin başçısına demişdi, get Çolanın, yəni Dərbəndin qapısından geri qayıt, bir də buraya gəlmə. Lakin 664-665-ci illərdə, yəni 3 il sonra Xəzərlər yenə yürüş edir. Lakin bu dəfə çoxlu əsir qənimət ələ keçirmişdilər. Cavanşir Xəzər xaqanı ilə sülh bağlayır, xaqanın qızı ilə evlənir və Xəzər xaqanlığı bütün əsirləri, qənimətləri geri qaytarır. Bununla da Xəzərlərin hücumlarının arası kəsilir. Deməli, Albaniyada Xəzərlərlə Albanlar arasında Kür çay sahil döyüşündə 662-ci il döyüş baş verir. İlk döyüşdə Cavanşir qalib gəlsə də 664-665-ci il yürüşlərində Xəzərlərə məğlub olurlar. Xəzərlər çoxlu qənimət ələ keçirdir deyə Cavanşir məcbur qalır, nigah diplomatiyasından istifadə edir və əsirləri, qənimətləri geri qaytarmışdı. Daha sonra ərəblərdə 661-ci ildə Əməvilər sülaləsi hakimiyyətə gəldikdən sonra Cavanşir xilafətlə münasibətləri normallaşdırır və münasibətləri diplomatik yolla nizama salır. Bu məqsədlə Cavanşir 2 dəfə xəlifənin yanına xilafətin paytaxtı Dəməşq şəhərinə gedir. Deməli, 667-670-ci illərdə Cavanşir Müaviyə ilə görüşmək üçün
Dəməşq şəhərinə yola düşür. Baxın, Cavanşirin buxsuru hal-hazırda Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır. Şəkil üzərində baxsaq. Bəli, deməli 667-ci ildə Cavanşir 2 dəfə, diqqətli olaq, xilafətin paytaxtı Dəməşq şəhərinə gedir və xəlifə Muaviyyə ilə görüşür. Elə Əməvilərin ilk xəlifəsi Muaviyyə olmuşdur ki, xəlifə Muaviyyə ilə görüşür. Bu görüşün, bu danışıqlar nəticəsində Albaniya rəsmən xilafətə tabe olan dövlət elan edilir. Albaniya rəsmən xilafətə tabe olur. Cavanşir xilafətin hakimiyyətini qəbul edir. Xəlifə də bunun qarşılığında Albaniyanın daxili müstəqilliyinə toxunmur. Yəni Cavanşir ölkənin daxili müstəqilliyini qoruyub saxlaya bilir. Eyni zamanda xilafət hakimiyyətini qəbul edən Albaniyanın öz xəzinə gəlirlərinin 3/2 hissəsini ərəblərə verməsi məsələsini dəyişikliyə nail olur, 1/3-ə qədər azaldır. Yəni əslində Cavanşir 3/2-sini verəcəkdir, amma 3/1-ə qədər azaltmağa nail olur. Bunun da, yəni xəlifənin də Cavanşirə güzəştə getməsinin səbəbi Cavanşirin öz şəxsi nüfuzu və Albaniyanın zəngin sərvəti olmuşdu. Və beləliklə Cavanşir öz ölkəsini ərəblərin, Bizansın, Sasanlərin işğallarından qorumuş olur. Cavanşirin uzaqgörən siyasəti nəticəsində. Lakin Cavanşirin xilafətlə normal münasibətlər qurması Bizansperəst feodalların xoşuna gəlmir deyə 681-ci ildə Cavanşirə sui-qəsd təşkil edib Cavanşiri öldürürlər. 681-ci ildə Cavanşiri öldürürlər. Daha sonra Azərbaycanda Ərəb xilafəti, Xəzər xaqanlığı və Bizans arasında Azərbaycan mübarizə meydanına çevrilir. Deməli, Cavanşir öldürülür. Bundan sonra Azərbaycan, Ərəb xilafəti, Xəzər xaqanlığı, Bizans arasında mübarizə meydanına çevrilir ki, bu mübarizədə qalib gələn Cavanşirin, daha doğrusu ərəblər, Cavanşirin qardaşı oğlu Varaz Tırdatı hakimiyyətə gətirirlər. Varaz Tırdatı hökmdar elan edirlər. Lakin 705-ci ildə ərəblər Varaz Tırdatı və sülalənin digər üzvlərini Dəməşqə aparıb edam etdirirlər və bununla da Albaniya dövlətinin daxili müstəqilliyinə son qoyulur. Eradan əvvəl 4-cü əsrdən mövcud olmuş Azərbaycanın ən uzun ömürlü dövləti, Albaniya dövləti 705-ci ildə ərəblər tərəfindən süqut edilir. Mehranilər sülaləsinin hakimiyyəti tamamilə başa çatır. Deməli, indi baxacağıq Ərəb-Xəzər müharibələrinə. Biz bayaq dedik ki, ərəblər arasında 2 dəfə Bələncər döyüşü olmuşdu. 643-653-cü illərdə. Hər 2 döyüşdə Xəzərlər ərəbləri məğlub etmişdilər. Ərəblər yalnız 722-ci ildə Bələncər şəhərini ələ keçirə bilmişdilər. 643-cü ildə 2 dəfə döyüş olur. Birinci Bələncər, ikinci Bələncər. Hər 2 döyüşdə ərəblər məğlub olmuşdu. Ərəblər yalnız 722-ci ildə Bələncər şəhərini tuta bilmişdilər. 8-ci əsrin əvvəllər Ərəb xilafətinin ən qüdrətli dövrü idi. Bu dövrdə Ərəb-Xəzər müharibəsi daha da şiddətlənir. Və 8-ci əsrin 30-cu illərində Xəzərlər ərəbləri sıxışdırıb Ərdəbilə qədər gəlib çıxmışdılar. Xəzərlər ərəbləri sıxışdırır, Ərdəbilə qədər gəlib çıxmışdılar. 731-ci ildə Azərbaycan ərazisində Savalan dağı yaxınlığında döyüş baş verir. Bu döyüşdə Xəzərlər yenə ərəblərə qalib gəlir. Bundan sonra da onlar Diyarbəkir və Mosulu ələ keçirdirlər. Deməli, 731 Savalan dağı döyüşü. Bu döyüşdə də Bələncər döyüşü kimi Xəzərlər qalib gəlir və daha sonra onlar Diyarbəkir və Mosulu ələ keçirdirlər. Lakin Van gölü yaxınlığında Hilat döyüşündə ərəblər Xəzərlərin hücumlarını çətinliklə də olsa dayandırıb hərbi üstünlüyü ələ alırlar və onları Azərbaycandan çıxarırlar. 100 il davam edən Ərəb-Xəzər müharibəsi 8-ci əsrin sonunda başa çatır. 8-ci əsrin tam sonlarında. Yəni, Ərəb-Xəzər müharibəsi ərəblərin həm xəlifələr dövrünə, həm Əməvilər dövrünə, həm də Abbasilər dövrünə düşür. Yəni, hər 3 dövrdə ərəblər Xəzərlərlə mübarizə aparıblar. İndi baxaq Azərbaycanın xilafət dövründəki ərazisi. Ərəblər gələnə qədər
Cənubi Azərbaycanın mərkəzi Ərdəbil şəhəri idi. Ərəblər gəlişinə qədər, ərəblər gələnə qədər Cənubi Azərbaycanın mərkəzi Ərdəbil şəhəri idi. Ərəblər gəldikdən sonra isə Marağa şəhəri oldu. Ərəblər gələnə qədər Ərdəbil, ərəblər gəldikdən sonra isə Marağa şəhəri olmuşdu. Ərəblərin hakimiyyəti dövründə Azərbaycanın tarixi sərhədləri Dərbənddən Zəncana qədər, yəni ərəblərin hakimiyyəti zamanı Azərbaycanın tarixi sərhədləri bilirik ki, şimalda Dərbənd, cənubda Zəncana qədər aid edilməyə başlamışdı. Hətta İbn Həvqəl öz xəritəsində Dərbənddən Gilana qədər olan ərazini Azərbaycan adlandırmışdı. Başqa bir xəritədə isə o, Cənubi Azərbaycanı Adurbaqan, Arandan Albaniyadan, Cənubi Azərbaycanı Albaniyadan Araz çayı ayırır demişdi. Yəni Cənubi Azərbaycanla Şimali Azərbaycanı bir-birindən Araz çayı ayırmışdı. İlk xəlifələrin dövründə, yəni ərəblər ilk işğal etdiyi dövrdə Azərbaycanı, Sasanilərin idarəçilik və vergi sistemini mənimsəmişdilər. İlk dövrdə Sasanilərin idarəçilik sistemini mənimsəmişdilər. Qafqazdakı ölkələrin ərazi tarixi bütövlüyünü saxladılar, lakin inzibati adlarını dəyişdirmişdilər. Azərbaycan və Qafqazın tabe edilmiş digər bölgələri bir əmirliyə daxil edildi. Azərbaycan və Qafqazın tabe edilmiş digər bölgələri bir əmirliyə daxil edildi. Atropatena və Albaniya ərazisi Ərəb xilafətinin 5 vilayətindən biri oldu. Deməli, Ərəb işğal dövründə Azərbaycan ilk vaxtlar ərazi bütövlüyümüzü saxlasa da inzibati adlarımızı dəyişdirmişdi. Azərbaycan və Qafqazın tabe edilmiş digər bölgələri bir əmirliyə daxil oldu. Atropatena və Albaniya ərazisi Ərəb xilafətinin 5 vilayətindən biri oldu. Bu əmirliyin iqamətgahı isə Dəbil şəhəri idi. İlk vaxtlar yerli idarəçilikdə əyyanlardan istifadə olunurdu. Yəni ilk vaxtlar idarəçilikdə yerli əyyanlardan da istifadə edirdilər. Lakin 8-ci əsrin əvvəllərində xilafət Qafqazın idarə olmasına dəyişiklik etdi. Bütün Qafqaz Azərbaycanın cənubu istisna olmaqla ayrıca bir əmirliyə daxil edildi. Əmirliyin mərkəzi Dərbənddən Bərdə şəhərinə köçürüldü. Bərdədə və digər mühüm strateji əhəmiyyətə malik şəhərlərdə, həmçinin mahal mərkəzlərində ərəb qarnizonları yerləşdirildi. Deməli, ilk vaxtlar bütün Azərbaycan, Qafqaz bir əmirliyə daxil edildi. Əmirliyin mərkəzi Dəbil idi. İlk vaxtlar idarəçilikdə yerli əyyanlardan istifadə edirdilər. Lakin 8-ci əsrin əvvəllərində ərəblər güclənəndən sonra cənubumuz istisna olmaqla Azərbaycanı ayrıca bir əmirliyə daxil edirlər. Yəni, Azərbaycan cənubu istisna olmaqla bütün Qafqaz ayrıca bir əmirliyə daxil olur. Albaniya Arran adlı vilayətə çevrilmişdi. Albaniya Arran adlı vilayətə çevrilmişdi. Albaniya Arran adlı vilayətə çevrilir və əmirliyin mərkəzi Dəbildən Bərdə şəhərinə köçürülür və burada ərəb qarnizonları yerləşdirilir, diqqətli olaq. Və bundan sonra bütün önəmli vəzifələrə tədricən ərəbləri gətirirlər. Ərəblərin dövründə Azərbaycanda xilafətin əsas dayağı məmurlar aparatı, silahlı qüvvələr idi. Ərəblərin dövründə ərəb canişini əmir xəlifə tərəfindən vəzifəyə təyin edilirdi. Canişində bütün hakimiyyət onun əlində cəmləşmişdi. Səlahiyyətlərinə canişinlikdə mülki idarəçilik həyata keçirmək, ərəb qüvvələrinə komandanlıq etmək daxil idi. Deməli, ərəblərdə əmir xəlifə tərəfindən təyin olunurdu. Canişində bütün hakimiyyət, mülki işlər, hətta ərəb qüvvələrinə komandanlıq əmirin əlində cəmləşmişdi. Ərəblərin dövründə inzibati cəhətdən Azərbaycan bölünürdü. Əmirlik, mahal, məntəqə, kənd. Əmirlik, mahal, məntəqə və kəndlərə. 12 əmirlik, 12 mahal, 12 məntəqə və 12 kəndə bölünürdü. Baxın, o əmirlik, mahal, məntəqə, kənd. Bu dövrdə əmir dedi ki, mülki və hərbi işlərə baxırdı. Qazı hakimi idi, bilirik ki, dini işlərə baxırdı. Amil isə vergilərin yığılmasına nəzarət eləyirdi. İndi baxaq ərəblərin köçürmə siyasətinə. Bilirik ki, ərəblər də, Sasanilər də Azərbaycana köçürmə siyasəti yürüdüblər. Həmişə köçürmə siyasətinin məqsədi
özlərinə etnik dayaq yaratmaq olub. Ərəblər də Xəzərlərin qarşısını almaq üçün Dərbənd və Qazaxda, daha çox Dərbənd və Qazaxda güclü qarnizon və hərbi düşərgələr yaratdılar. Azərbaycanda əsasən də Xəzər sahili vilayətlərə xüsusi diqqət yetirirlər deyə ərəblər bura ərəb mənşəli tayfaları köçürmüşdülər. Ərəb tayfalarının köçürüldüyü ərazilər İraq və Suriya idi. Ərəblərin gətirib burada Azərbaycan ərazisində yerləşdirdikləri isə Bərdə, Beyləqan, Dəbil, Dərbənd, Tiflis, Təbriz, Ərdəbil şəhərləri olmuşdu. Deməli, ərəblər Azərbaycana ərəb mənşəli tayfalar köçürdürdülər. Ərəb hərbi dəstələrinin yerləşdiyi Azərbaycan şəhərləri Bərdə, Beyləqan, Dəbil, Dərbənd, Tiflis, Təbriz, Ərdəbil şəhəri olmuşdu. Hətta deyirik ki, ərəblərin dövründə onlar da Sasanilər kimi fəal köçürmə siyasəti yeridir, bayaq dedik. Bundan başqa ərəblər strateji əhəmiyyətli yerlərdə hərbi dəstələr yerləşdirir. Hərbi dəstələr, yəni rabatlar. Hətta bu rabatlar əhalinin hesabına saxlanmalı idi. Ərəblər Dərbəndə ələ keçirdikdən sonraki ilk illərdə Suriya və İraqdan köçürmüş 7000 müsəlman ailəsini qalada və onun yaxınlığında yerləşdirdilər. Deməli, ərəblər Dərbəndi tutandan sonra 7000 müsəlman əhalisini bura köçürdü. 8-ci əsrin 20-ci illərində xilafət Dərbəndi yenidən tutduqdan sonra yenə şəhərə çoxlu sayda Suriyalı köçürmüşdü. Bu zaman qala divarları təmir edilir, qalada isə ərzaq və silah anbarları yaradılırdı. İndi baxaq ərəblərin torpaq mülkiyyət formalarına və vergilərinə. Torpaq sahibliyi. Ərəblərin ağalığı dövründə Azərbaycanda torpaq sahibliyinin 5 əsas forması var idi. Divan. Dövlətə məxsus torpaqlar idi. Əsas torpaq mülkiyyət forması idi. Dövlət torpaqları da adlanırdı. Bu torpaqlardan gələn gəlir birbaşa xəzinəyə daxil olurdu. Yerli feodalların irsi torpaqları mülk adlanırdı. Sahibi isə malik adlanırdı. Mülk sahibi torpaqdan istədiyi kimi istifadə edə bilərdi. Bundan başqa, dövlətə xidmət əvəzinə, hərbi xidmətə görə verilirdi iqta torpaqları. 2 cürə iqta var idi. Bir bağışlanan iqta, bir də icarə edilən iqta. Bağışlanan iqta nəsildən nəsilə keçirdi. İcarə edilən iqta isə şərt idi. Daha sonra vəqf torpaqları var idi ki, məscidlərə, müqəddəs yerlərə, ruhanilərə, xeyriyyə cəmiyyətlərinə, pirlərə məxsus idi. Alınıb satıla bilməzdi. İqta ilə bir oxşar cəhəti var idi ki, icarəyə verilə bilərdi. Amma alınıb satıla bilməzdi. İcma torpaqları var idi ki, bu da kəndlərə məxsus torpaqlar idi. Vergilərin ağırlığı bu torpaq üzərinə düşürdü. Deməli, əsas torpaqlar divan, iqta, mülk, vəqf, icma. Divan torpaqları dövlətə məxsus, hərbi xidmət müqabilində iqta, dini idarələrə məxsus vəqf, feodalların şəxsi torpağı mülk, kəndlilərin torpağı isə icma torpaqları idi. Kəndlilərin torpaqları isə icma torpaqları idi. Ərəblərin dövründə əhalidən alınan vergilər ən əsas bildiyimiz kimi xərac, torpaq vergisi idi. Əsas vergi növü olub məhsulla alınırdı. Diqqətli olaq, hələ pul yox, məhsulla alınırdı. Cizyə can vergisi idi. Müsəlman olmayan kişilərdən orada xidmət etmələrinin müqabilində pulla alınırdı. Deməli, xərac məhsulla alınırdı. Cizyə pulla alınırdı. Xərac məhsulla, cizyə isə pulla alınırdı. Bundan başqa xümus vergisi var idi ki, müsəlman əhalidən daşına bilən əmlakdan müxtəlif növ mülkiyyət və hərbi qənimət növlərindən alınırdı. Müxtəlif növ mülkiyyət və hərbi qənimət növlərindən alınırdı. Fitrə var idi ki, ailənin hər bir həddi pulğa çatan imkanlı şəxsi, baxın, fitrə var idi ki, ailənin hər bir həddi pulğa çatan imkanlı şəxslərdən Ramazan ayında bayram günü alınır və paylanırdı. Zəkat var idi ki, maldarlıqdan, ticarət və sənətkarlıqdan əkin və meyvə bağlarından alınır, şikəstlər, əlacız və başqa ehtiyac içərisində olan müsəlmanlara sərf edilirdi. Deməli, ərəblərin dövründə torpaqlar dedik divan, iqta, mülk, vəqf, icma, vergilər dedik xərac, cizyə, xümus, zəkat və yaxud da fitrə. Xərac, cizyə, xümus, zəkat, fitrə. İndi ərəblərdə vergilərin alınmasına baxaq ki, ərəblərdə vergilər necə alınırdı? İlk vaxtlar ərəblər
vergi sistemində, yəni Sasanlərin dövründə mövcud olmuş vergi sisteminə qismən dəyişiklik edib, elə də alırdılar. Lakin Sasanlərdən fərqli olaraq ərəblər ayrı-ayrı adamlardan deyil, bütün icmadan birgə alırdılar. İlk ərəb xəlifələrinin dövründə, yəni 632-661-ci illərdə vergilər xeyli yüngül idi. Hətta xəlifə Əlinin dövründə ədalətli vergi islahatı keçirir, əkilməyən torpaqlardan xərac alınmasını dayandırmışdı. Deməli, ərəblərin dövründə vergilərin ən yüngül olduğu dövr ilk xəlifələr dövrü idi ki, hətta xəlifə Əli vergi islahatı keçirir. Əkilməyən torpaqlardan xərac alınmasını dayandırmışdı. Əməvlərin dövründə 661-750-ci illərdə isə vergilərin miqdarı artırılır. 725-ci ildə əhali və onun əmlakı siyahıya alınır, meyvə bağları, sənətkar əməlxanaları üzərinə əlavə vergilər qoyulurdu. Abbasilər sülaləsinin dövründə 750-1258-ci illərdə isə vergilərin miqdarı daha da artırılır. Vergilər Sasani dövründə olduğu kimi məhsula görə deyil, torpaq sahəsinə görə alınmağa başlayır. Vergiləri ödəyə bilməyənlər qul edilirdi, Çin və Yunanistan kimi. Deməli, ilk xəlifələrin dövründə ən yüngül dövrü idi, əkilməyən torpaqdan vergi alınmırdı. Əməvlərin dövründə vergiləri artırırlar. Hətta 725-ci ildə əhalini və əmlakını siyahıya alırlar, meyvə bağları, sənətkar əməlxanalar üzərinə əlavə vergilər qoymuşdular. Abbasilər sülaləsinin dövründə isə vergilər daha da artırılır. Sasanlərin dövründə olduğu kimi artıq məhsula görə yox, torpağa görə alınırdı. Yəni necə idi? Sənin torpağın varsa əgər, əkməyindən, becərməyindən asılı olmayaraq torpaq sayəsində görə vergini ödəməlisən. Əgər vergini ödəyə bilmirsənsə, sən qula çevrilirsən. Ən ədalətsiz vergi siyasəti Abbasilərin dövründə olmuşdu. Bundan başqa xilafətin Azərbaycanda hətta ticarəti inkişaf elətdirmək üçün bəzi addımlar atmışdı ki, xilafət ticarəti canlandırmaq üçün müsəlman və qeyri-müsəlmanlardan, yəni müsəlman və qeyri-müsəlman təbəələrindən, tacirlərdən 5%, xaricilərdən isə 10% gömrük rüsumu alırdı. Yəni qeyri-müsəlmanlardan 5%, xaricilərdən isə 10% gömrük rüsumu alırdı. Xilafətin dövründə pul islahatı keçirilir, dövriyyədən Bizans və Sasani sikkələrini çıxardır, qəlb pul, yəni saxta pul kəsilməsinə qarşı ciddi mübarizə aparırlar. Deməli, ərəblərin dövründə həm pul islahatı keçirdilər, dövriyyədən saxta pulları çıxardırlar, qəlb pul kəsilməsinə qarşı mübarizə aparırlar, dövriyyədən də Bizans və Sasani pullarının hamısını çıxardırlar. Çünki özləri pul islahatı keçirmişdilər. Azərbaycan xalqının təşəkkülünə baxsaq əgər, Azərbaycanda bilirik ki, 3-9-cu əsrlərdə bütün Azərbaycan ümumi iqtisadi və mədəni əlaqələri möhkəmlənmişdi. Niyə? Çünki biz əvvəlcə Sasanilərin, daha sonra isə ərəblərin dövründə vahid halda birləşdirilmişdik. Yəni, İslam dilinin yayılması ilə əvvəlcə dil, soykök birliyinə, mənəvi birliyimizin yaranmasına başlıca amil olan dini birlik də əlavə olunmuşdu. Yəni, bizim xalqımızın təşəkkülü üçün ərazi birliyi, dil birliyi, iqtisadi birlik və mədəni birlik artıq yaranmışdı. Elə ona görə deyirik ki, Azərbaycan xalqının təşəkkül prosesi başa çatır ərəblər gələndə. İslam dini və milli mədəni inkişafımız. Ərəblərin hücum ərəfəsində Azərbaycanda müxtəlif dini etiqadlar mövcud idi. İslam dini Azərbaycanın cənub torpaqlarında, şimalda isə Muğanda və Mildə geniş yayılmışdı. Azərbaycanın cənubunda, şimalda isə Muğan və Mildə geniş yayılmışdı. Lakin cənubda Ərdəbildə, şimalda isə Bərdə şəhərinin əhalisi ərəblərə və İslam dininə daha ciddi müqavimət göstərirdilər. İslam dinini yoxsullar könüllü qəbul edirdilər. Əl-Bəlazuriyə görə xəlifə Əlinin dövründə Cənubi Azərbaycan əhalisi artıq özü öz istəyi ilə, yəni məcburi deyildi, İslam dinini qəbul etmişdi. İslamın müqəddəs kitabı olan Quranı oxuyurdu. İslam dini yəhudiləri, bir də xristiyanları əhli kitab hesab edirdilər. Ərəblər bütpərəstləri zorla müsəlmanlaşdırırdılar. Əhli kitab hesab etdiklərini, yəni yəhudiləri və xristiyanları isə öz etiqadlarını saxlamaları qarşılığında onlardan can vergisi tələb edirdilər. Ərəblərin dövründə əsas dil
türk dili idi. Rəsmi dil isə ərəb dili idi. Yəni danışıq dili, ünsiyyət dili türk dili, rəsmi dil isə ərəb dili idi. Hazırda Azərbaycan bilir ki, tolerant bir dövlətdir. Yəni hər kəsin dininə, fikrinə, düşüncəsinə hörmət eləyir. 7-ci əsrdən Azərbaycanda türk dili formalaşmağa başlamışdı. Yəni ərəblərin dövründə məşhur mədəniyyət xadimlərimiz isə bir Musa Kalanqatlı, bir də şair Dəvdək olmuşdu. Musa Kalanqatlı və şair Dəvdək olmuşdu.